Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ali beytihi tayyibin tahirin el-ma'asumin aleyhimussalam ve la'natu daim ala a'daihim ecmain minel an ila qiyavmi yevmiddin. İslam terminologiyasında belə bir ifadə var, belə bir söz var: müqəddəs və quddus. Hər iki ifadə eyni kökdən qadusa feilindəndir. Mənası pak oldu, mütəhhər oldu, mübarək oldu, bu mənaları ifadə edir. Bunu da qeyd edək ki, İslam terminologiyasının əsası Qur'andan, Peyğəmbər və Əhl-i Beytin kəlamlarından qaynaqlanır. Yəni, əsasən İslam terminologiyası deyəndə ilk olaraq Qur'andan qaynaqlanır, yəni Qur'an ayələrindən, Qur'anın buyurduqlarından, Peyğəmbərin və Əhl-i Beytin kəlamlarından qaynaqlanır və eyni zamanda zaman keçdikcə İslam alimləri öz əsərlərində də təbii ki, Qur'an və Əhl-i Beytin, Peyğəmbərin kəlamlarına söykənərək müəyyən terminlər İslam terminologiyasına əlavə etmişlər. Məsələn, biz Qur'an-ı Kərimə baxanda bir çox ayələr, məsələn, hansısa bir terminlə tanınır. Məsələn, Təthir ayəsi deyəndə Əhzab surəsinin 33-cü ayəsi, Məvəddət ayəsi deyildikdə Şura surəsinin 23-cü ayəsi, Salavat ayəsi deyildikdə Əhzab surəsi 56-cı ayə və yaxud da ki, İtaət ayəsi deyildikdə Nisa surəsi 59-cu ayələri nəzərdə tutulur. Eyni zamanda fiqhi mövzularla bağlı da, məsələn, Ayətül Vuzu, yəni dəstəmaz ayəsi deyəndə Maidə surəsinin 6-cı ayəsi və yaxud Ayətül Sovm deyəndə, yəni oruc ayəsi dedikdə Bəqərə surəsi 183-cü ayəsi nəzərdə tutulur. Bunu biz hədislərdə də görürük. Məsələn, xüsusən də Qədirxum hədisini misal vurmaq olar. Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləm vida həccindən qayıdan zaman Qədirxum adlı bir çöldə bir xütbə söyləyir, bir hədis söyləyir və təbii ki, Peyğəmbər xütbəsinin əvvəlində demir ki, mən sizə Qədirxum xütbəsini söyləyirəm. Sadəcə olaraq Peyğəmbər o xütbəni Qədirxum adlı yerdə söylədiyinə görə tarix kitablarında o hədis Qədirxum hədisi ilə qeyd olunur. Yəni, Qədirxum hədisi deyəndə hamının nəzərinə o gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vida həccindən qayıdan zaman həmin çöldə söylədiyi xütbədir. Ki, bu mövzunu uzatmaq olar, yəni bu terminləri saysız hesabsızdır. Amma mövzumuz o deyil. Mövzumuz müqəddəslik ilə bağlıdır. Ki, yuxarıda birincidə qeyd etdik ki, İslam terminologiyasında müqəddəs və quddus, yəni ifadələri var və bunların hər ikisi də qəddusə, qəddəsə köklərindəndir ki, mənasında qeyd etdik ki, pak oldu, mübarək oldu, pak etdi, mübarək etdi. Bu mənaları ifadə edir. Təbii ki, buradakı o paklıqdan məqsəd zahiri paklıq deyil. Çünki İslam fiqhində biz baxanda zahiri paklıqdan bəhs olunanda tahara feilindən istifadə olunur. İndi bəs belə bir sual meydana çıxır ki, müqəddəslik nədir? Kimi müqəddəs hesab etmək olar? Nəyi müqəddəs hesab etmək olar? Və yaxud da ki, hər hansı bir məkanı müqəddəs hesab etmək olar və ya etmək olmaz? Mövzumuz bu fikirdədir, bu sualdadır. Niyə? Çünki qədimdə olduğu kimi indi də belə bir təfəkkürdə olan insanlar var, belə bir əqidədə olan insanlar var ki, İslamda müqəddəslik yoxdur, varsa da tək müqəddəs Allahdır. Hətta belə bir fikir də irəli sürürlər ki, Qur'an müqəddəs deyil, Qur'anın müqəddəsliyi yoxdur. Bu suallara cavab tapmaq üçün baxaq Qur'an-ı Kərimə. Ki, dedik ki, İslam terminologiyasının ilk mənbəsi Qur'an-ı Kərimdir və biz də baxaq görək Qur'an-ı Kərimdə ümumiyyətlə müqəddəslik anlayışı var, yoxsa yox. Və yaxud da ki, Qur'an-ı Kərimdə müqəddəslik kimə, nəyə və yaxud da ki, harasa nisbət verilirmi, verilmirmi? Və yaxud da ki, görək ümumiyyətlə Qur'an yəni bu məfhumu, bu məntiqi, yəni müqəddəslik anlayışını təsdiq edir və yaxud da ki, inkar edir.
ki, bu suallara cavab tapmaq üçün baxaq Qur'an-ı Kərimə. Qur'an-ı Kərimdə müqəddəslik nisbət verilir birinci Allaha. Bəqərə surəsinin 30-cu ayəsində Allah Teala belə buyurur, yəni Peyğəmbər bizə belə çatdırır. Və iz qalə rabbuka lil mələikəti. Elə ki, sənin Rəbbin mələklərə dedi, inni cailun fil ardi xəlifətə. Mən yer üzərində xəlifə qərar verəcəm. Qalu, mələklər dedi, ətəcəlu fiyhə mən yufsidu fiyhə və yasfiqud dimə. Sən yer üzərində fitnə fəsad törədən və qan tökənmi yaradırsan, yəni qərar verirsən. Və nəhnu nusabbihu, ki, mələklər deyir ki, biz səni təsbih edirik bihamdikə, yəni sənin həmdinə, sənin şəninə təsbih deyirik. Və nuqaddisu ləkə, səni müqəddəs bilirik, sənə təqdis edirik. Qalə inni a'lamu mə la ta'lamun. Allah buyurdu ki, mən sizdən daha elmliyəm, yəni mənim bildiyimi siz bilmərsiniz, sizin bilmədiklərini mən bilirəm. Burada mələklərin Allaha verdiyi cavablardan biri bu oldu ki, və nuqaddisu ləkə, biz sənə təqdis edirik, yəni biz səni müqəddəs bilirik. İndi təfsir alimləri nuqaddisu kəlməsini təbii ki, lüğəti mənasına istinad edərək belə izah ediblər. Birinci izah budur ki, təfsir Məcmu'ul Bəyanda Əllamə Təbərsi belə yazır, Şeyx Təbərsi, Nənzəhukə əmmə lə yəliqə bikə min sifətin nəqs. Yəni biz səni, mələklər ki, Allaha dedi, nuqaddisu ləkə, yəni mənası odur ki, biz səni münəzzəh bilirik, yəni səni uzaq bilirik, səni pak bilirik. Nədən? Nöqsan sifətlərindən sənə layiq olmayanları. Yəni, Allahın nöqsan sifətlərdən uzaq bilmək, Allahı müqəddəs bilmək, Allahın nöqsan sifətlərdən münezzeh, uzaq bilmək, pak bilmək. İkinci belə məna yazıb ki, yəni mələklər ki, dedi nuqaddisu ləkə, yəni nə? Və la nədifu iləykəl qəbai. Qəbih işləri biz sənə əlavə etmirik. Əlavə etmirik, yəni biz sənə qəbih işləri nisbət vermirik. Deməli, burada mələklər ki, nuqaddisu ləkə demişdi, mənası bu oldu ki, yəni Allah müqəddəsdir, biz səni təqdis edirik, yəni nə? Yəni səni bütün nöqsan sifətlərdən uzaq bilirik. Həqiqətən də, yəni Allah müqəddəsdir deyəndə, Allahı bütün nöqsan və eyblərdən uzaq bilməklik nəzərdə tutulur. Çünki bəzi təfəkkürlü insanlar, bəzi əqidə sahibləri var ki, Allaha, yəni məxluqata aid olan sifətlər nisbət verirlər. Allaha əl nisbət verirlər, Allaha ayaq nisbət verirlər, Allaha bir məkan nisbət verirlər ki, bunların hamısı həm cismi olanın xüsusiyyətləridir, həm də ki, məxluqatın xüsusiyyətləridir. Allahı müqəddəs bilmək, Allahı məxluqa aid sifətlərdən uzaq bilməkdir. Yəni, qısa belə deyək ki, Allahı nöqsan və eyiblərdən münezzeh bilmək, uzaq bilmək. Allahı müqəddəs bilmək budur. İkinci müqəddəslik nisbət verilir vəhiy mələyi olan Cənab-ı Cəbrail əleyhissalama. Bir neçə yerdə eyni ifadə keçir. Ayələrin biri Nəhl surəsinin 102-ci ayəsində Allah buyurur, Qul nəzzələhu ruhul qudus min rabbikə bil haqqi. De, yəni ey Muhammed de, onu, yəni Qur'anı nazil etdi. Ruhul qudus, yəni ruhul qudus kim tərəfindən nazil etdi, gətirdi? Min rabbikə, Rəbbin tərəfindən. Özdə hansı halda? Yəni bil haqq. Haqq olaraq Qur'anı Rəbbi tərəfindən ruhul qudus nazil etdi. Niyə? Liyuthabbitəl-ləzīnə əmənu. İman gətirənləri, yəni imanlarında, dinlərində möhkəm saxlamaq üçün. Və hudən və buşra lil-muslimin. Və o, müsəlmanlar üçün bir müjdədir və hidayət edən bir kitabdır. Bu ayədə Ruhul Qudus ifadəsi keçdi. Bu ifadə həmçinin Bəqərə surəsinin 87-253-cü və Maidə surəsinin 110-cu ayələrində də keçir. Yəni Ruhul Qudus ifadəsi, ibarəsi keçir. Və hər bir 4 ayədə, yəni 4 yerdə ki keçir, hər birində bu nisbət verilir vəhiy mələyi olan Cəbrail əleyhissalama. Bəs indi görək, biz yəni Quran ki Cəbrail əleyhissalamı Ruhul Qudus adlandırdı. Yəni bunun mənası nədir? Yəni müqəddəs ruh. Yəni bunun mənası nədir?
Bunun mənası odur ki, Həzrəti Cənab Cəbrail əleyhissalam Allahdan vəhiy alıb peyğəmbərə çatdırmaqda, yəni tək sonuncu peyğəmbərdən yəni qəsd olunmur. Ümumiyyətlə Cəbrail əleyhissalam bütün peyğəmbərlərə Allahdan vəhiy alıb olduğu kimi çatdırmaqda heç bir xətavaya və nöqsana yol verməyib ki, bunun da mənası odur. Üçüncü müqəddəs sözü Qur'an-ı-Kərimdə bir məkana nisbət verilir. Hansısa bir yerə Allah Qur'an-ı Kərimdə müqəddəs deyir. O yer hansıdır? Taha surəsinin 12-ci ayəsində Allah buyurur ki, Həzrəti Musa əleyhissalama İnni ənə rabbuka fəxlə'ənə aleyk. Ey Musa, həqiqətən mən sənin Rəbbinəm, öz başmaqlarını çıxart. Niyə? İnnəkə bilvadil müqəddəsi tuva. Həqiqətən sən müqəddəs Tuvadasan. Müqəddəs Tuva eyni zamanda Naziət surəsinin 16-cı ayəsində də keçir. Yəni hər iki ayədə yəni həmin o Tuva yerinə Allah nə deyir? Müqəddəs. Yəni öz başmaqlarını çıxar, həqiqətən sən müqəddəs Tuva vadisindəsən. Bu ayədə də və dediyimiz Naziət surəsi 16-cı ayəsində də Allah müqəddəsliyi bir məkana nisbət verir. Yəni Tuva o yer ki adı idi, oraya Allah nə deyir? Müqəddəs. Yəni bu yer digər yerlərdən fərqlənir. Digər yerlərdə sən başmaqla gəzirdinsə, burada artıq başmağını çıxart. Niyə? Müqəddəslik, yəni oranın ehtiramını saxla, oranın hörmətini qoru. İndi bu ayələrdən ki, biz Qur'an-ı Kərimə baxdıq ki, Qur'an-ı Kərimdə həm Allaha nisbət verildi, həm mələyə nisbət verildi, həm bir məkana nisbət verildi. İndi Qur'an-ı Kərim bu müqəddəsliyi inkar yox, təsdiq elədi. Yəni müqəddəslik anlayışı Qur'an-ı Kərimdə baxdıq ki, tək Allaha nisbət verilmir. Yəni bu Qur'an məntiqi ilə inkar olması bir məsələ deyil. Təsdiqini tapdı. İndi belə bir sual da yaranır. Ümumiyyətlə kimisə, nəyisə və haranısa müqəddəs bilmək və ya bilməmək. Yəni kimisə, nəyisə, hər hansı bir məkanı müqəddəs bilmək, çünki insanlar bu məsələdə iki qrupa ayrılır. Bəziləri müqəddəs bilir, bəziləri müqəddəs bilmir, qəbul eləmir. İndi bu ikisinin arasında, yəni müqəddəs bilməklik ilə bilməməklik, yəni insanın imanına, əqidəsinə, əməllərinə nə kimi müsbət və ya nə kimi mənfi təsirləri var. İndi, məsələn, biz haranısa müqəddəs biliriksə, indi oranı müqəddəs qəbul etməkliyin bizim imanımıza görən, əqidəmizə görən təsiri, yəni müsbət təsiri var, yoxsa yox. Ya heç oranı müqəddəs bilməyək, yəni bunun nə kimi faydası var, nə kimi dəyəri var. İnşallah bu və buna oxşar sualları növbəti videoda cavablandırarıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.